Salam müəllimlər birlikdə tədris mərkəzindən Rüfət müəllim. Bir məsələyə baxaq. A kranı saf su, B kranı 10% duzlu su və C kranı 15% duzlu su axıdır. Hovuzu A kranı 6 saatda, B kranı 10 saatda, C kranı 15 saatda doldurur. Boş hovuz bu 3 kranla birlikdə doldurulduğunda hovuzdakı duzun faizini tapın. Deməli, biz baxaq görə bu 3 kran birlikdə işləyirsə boş hovuz neçə saatda doldurur? 6'da 1, üstə gələk 10'da 1, üstə gələk 15'də 1. Vuraq x-a, bərabərləşdirək vahidə, x bərabərdir 3'ə. Deməli, 3 saatda bu 3 kran hovuzu doldurur. Duzlu suyu B kranı və C kranı axıdır. B kranı 10 saatda doldurur hovuzu, 3 saatda 10'da 2 hissəsini dolduracaq və suyun 10% duzludur. C kranı 15 saatda doldurur və 3 saat işləsə 15'də 3 hissəsini doldurub hovuzun və 15% də duz axıdır. Biz deməli B və C kranındakı duzluluq faizlərini toplayırıq. 6%-ni alınır.